Hər kəsə salam. Oxuyub anlama testlərindən mətn tamamlama testinin izahını sizə ipucu qaydasıyla paylaşacağım. Bizə əvvəldə boşluq verilib. Biz bu boşluğa uyğun gələn cümləni variantlardan tapmalıyıq. Əsas məsələ nədir? İkinci cümləmizin mübtədası. İkinci cümlənin mübtədası zeydir. Zey əvəzləyir. Deməli, zey əvəzləyib bizim cümləmizdə əvvəlki cümlə üçün hansı ismi əvəz etmişdir deyə tapmalıyıq. Bununla da bizim testimiz həll olunur. When the night comes, they put their heads on the pillow and doze off in a matter of minutes. Deməli, onlar başlarını yastığa qoyurlar və yuxuya gedirlər. Kimdir? Canlılardır. A variantında sleep disturbances verilib. Bu cansızdır. A variantını çıxdıq. Millions of Americans haven't been able to. Amma burada bizə inkar verilibdir ki, onlar yata bilmirlər, lakin axşam gələndə, gecə düşəndə onlar başlarını yastığa qoyub yata bilər, yəni rahatlıqla yatırlar. B variantını götürməliyik. As soon as the sleeper dozes off. Sleeper kimdir? Tək adamdır. He or she. Tək. Amma bizə Z verilib. C-ni də çıxdıq. Niyə variantı scientists have always been interested? Əgər alimlərdən söhbət gəlsə, dəqiq adamlardırsa, biz nə üçün onlardan Z deyək? Yəni, alimlər yatmır ki, bütün insanlar yatır. Y variantında çıxanda D variantı qalır. Too many, yəni çoxları üçün yatmaq, nəfəs almaq kimi təbii bir şeydir və nə vaxt ki, axşam gələndə onlar başlarını yastığa qoyub yatırlar. Beləcə bizim testimiz həll oldu. Daha çox test izahı üçün mənim səhifəmi izləməyi unutmayın.